Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əmmə ba'd. Möhtərəm müsəlman qardaşlarım, əvvəla hamınızı Allahın salamı ilə səmimi qəlbdən salamlayıram və bir daha həmişəki kimi Peyğəmbərimiz s.ə.v-in nəsiyyətini sizə nəsiyyət edirəm ki, Allahdan qorxasınız, təqvalı olasınız. Daha bir nəsiyyət, sizə daha bir nəsiyyətim odur ki, son bu 5 dərsə müntəzəm olaraq gələsiniz və çox böyük xeyrə nail olasınız. Bu dərslər cəhənnəm və cənnət barəsində olacaq. Özünüz görəcəksiniz ki, həqiqətən imanınız necə artacaq inşallah. Cəhənnəm barəsində birinci söhbət etmək istəyirəm. Nə üçün bunu, yəni cəhənnəm mövzusunu önə çəkdim ki, əvvəlcə qorxasınız, sonra isə sizdə ümid yaransın və sonuncu ümid olsun ki, ümidlə yaşayasınız. Cənnət üçün cənnəti Allahdan istəyərək yaşayasınız və İslamı yaşadasınız. Cəhənnəm barəsində ilk qeyd edəcəyim məsələ cəhənnəmdə mövcud olan mələklərdir. Cəhənnəmdə olan mələklər o demək deyil ki, onlara orada əzab verilir. Əksinə, onlar orada Allahın əmri ilə günahkarlara əzab verilir. Cəhənnəmdə olan mələklər barəsində Uca Allah Təhrim surəsi 6-cı ayədə deyir ki, Yə əyyəhləzin əmənu qu ənfuzəkum və əhlikum nəra. Ey iman gətirənlər, özünüzü və əhli ayalınızı, qohma qrabanızı, arvad uşağınızı, ata-ananızı cəhənnəm odundan qurtarın, çəkindirin. Nədir o cəhənnəm odu? Vaquduhan nəs və ticara. Onun yanacağı insanlar olacaq və daşlar. Aleyhə mələikətun xilalun şidədun lə yasun Allah mə əmərəhum və yəfalun mə yumərun. Orada mələklər olacaq ki, çox zəhmli, şiddətli, əzab əziyyət verən mələklər və onlar da Allahın əmrlərini yerinə yetirəcəklər və ona asıl olmayacaqlar. Başqa ayədə onların sayı barəsində Allah təala deyir ki, Aleyhə tisətə aşər. Cəhənnəmdə 19 mələk olacaq. Bu demək deyil ki, 19-dan artıq mələk olmayacaq. Necə ki, Allahın 99 adı var. O demək deyil ki, 99-dan artıq adı yoxdur. 99 adı bizə məlumdur. Və 19 mələk bizim üçün Allah tərəfindən imtihan olaraq bildirilmişdir. O imtihana da müşriklər, kafirlər o imtihandan yaxşı keçə bilmədilər. Onlar fikirləşdilər, zənn etdilər ki, 19 mələyə qalib gəlib cənnətə gedərik. Halbuki bir mələk bütün bəşəriyyəti bir anda məhv edəklər. Onlar elə zənn edirlər. Allah bunu məhv imtihan üçün belə etmişdir. Deyir ki, وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا. Cəhənnəmdə əzab verən yalnız mələklər olacaq və onların da ədədini, sayını, 19 olmasını sizin üçün, yəni kafirlər üçün imtihan olaraq təyin etdik. 19 mələk. Bu fitnə idi. Onlar da bu fitnəyə uydular. Elə zənn etdilər ki, 19 mələkdir və bunlara bütün kafirlər yığılıb qalib gələ bilər. Bundan başqa cəhənnəmin ağasının da adı bizə məlumdur. Deməli, cəhənnəmin həqiqi ağası Allahdır. Lakin onun əmrlərini icra edərək cəhənnəmin ağası təyin olunmuş mələk Məlik. Cəhənnəmin ağası hesab edir.
Quran-ı Kerimdə 2 ayə var. Birində deyilir ki, وَقَالَ الَّذِينَ فِي النَّارِ بِخَزَنَةِ جَهَنَّمَ دُعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ. Cəhənnəmdə olanlar cəhənnəmin ağasına deyəcəklər ki, Rəbbimizə dua et, bizim əzabımızı biraz yüngülləşdirsin. Bir gün heç olmasa əzabımızı yüngülləşdirsin. Başqa ayədə isə deyir وَنَادُوا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ. Ey Malik, Rəbbimizə dua et, yəni Rəbbimizdən istə ki, bizi məhv et. Nə bilmirlər əzabı? Ona görə də məhv olmağı, hətta Nəbə surəsinin axırında diqqət edəcəz, kafir nə deyir orada? Yələkəni kuntu turabə, kəşki mən torpaq olarım. Yəni, torpaq olmağı arzu edir. Şu əzabı görməsin. Amma Məlik cavabında nə deyir? Qalə innəkum məkifun. Siz burada qalacaqsınız. Əbədi. Və belə əzab çəkəcəksiniz. İkinci məsələ, cəhənnəmin harada yerləşməsi məsələsidir. Bir qism alimlər deyir, göydə yerləşir, bir qism alimlər deyir, yerdə yerləşir. Əksər alimlər də deyir ki, Allah bilir, harada yerləşir. Bu sonuncu rəy, ən düzgün rəydir. Qeyb aləmindən bizim xəbərimiz yoxdur. Cəhənnəmin əzəmətli olmasına aid Quran-ı Kərimdə də kifayət qədər dəlillər var. Bu dəlillərdən biri Qaf surəsi 30-cu ayədir. Allah Subhanahu taala deyir: "Yevme naqulu li cehenneme hel imtala'ti ve taqulu hel min mazid." O gün ki biz cəhənnəmə deyəcəyik, artıq sənin daxilin kafirlərlə, müşriklərlə doldu mu? Cəhənnəm cavab verir, danışır. Deyir ki, yenə var. O qədər əzəmətli, o qədər böyüdür ki, nə qədər ora kafir müşriklə doldurulsa da, yenə deyəcək ki, yenə varmı? Onun əzəmətli olmasına işarədir. Həmçinin Səhih Müslimdə Əbu Hüreyra radiyallahu anhadan gələn rəvayətdə Peyğəmbər s.ə.v bir gün bir gürultu, səs eşidir. Sahabələr deyir, bilirsiniz bu nədir? Sahabələr deyir, yox, Allah da Rəsulü bilir. Deyir, bu böyük bir daşdır, 70 il cəhənnəmin dibinə düşürdü, bu gün ora çatdı. 70 il. Bu da cəhənnəmin çox əzəmətli olmasına işarədir. Həmçinin qiyamət günü mələklərin cəhənnəmi gətirməsi. Qiyamət günü cəhənnəm gətirildikdə buna ayə dəlalət edir və ci'ə yevmezin cəhənnəm. O gün cəhənnəm gətiriləcək. Fəcr surəsi 23-cü ayə. Cəhənnəm gətirildiyi zaman onun 70 min dənə tutacağı olacaq. O tutacaqlar nədən olacaq Allah bilir. Zəncir, ip, nə olacaq Allah bilir. 70 min tutacağı olacaq. Hər tutacağından 70 min mələk tutacaq. Yenə bu da cəhənnəmin çox böyük, əzəmətli olmasına işarədir. Bundan başqa Peyğəmbər s.ə.v başqa səhih hədisdə deyir ki, ay və günəş cəhənnəmdə olacaq. O boyda əzəmətli məxluqlar, o boyda əzəmətli məxluq cəhənnəmdə olacaq. Bu da dəlildir ki, cəhənnəm çox böyük olacaq. Həmçinin başqa rəvayətlər gələcəkdir ki, cəhənnəmdə insanın bir dişi Hud dağı boyda olacaq. Özü görünə boyda olacaq. Və nə qədər insanlar o boyda insanlar orada olacaq, bunlar da dəlildir ki, cəhənnəm həddindən artıq, yəni Allahın yaratdığı boyda əzəmətli olacaq. Sonra cəhənnəmin mərtəbələri barəsində. Necə ki, cənnətin dərəcələri var, həmçinin cəhənnəmin də dərəcələri və bəziləri dərəkət, yəni aşağıya olan istiqamətdə ki, mərtəbələr. Dərəkət deyilir. Lakin hər ikisi Quranda varid olub. Dərəkət də gəlib, dərəcət də. Deyir, innəl münafiqinə fiddərkil əsfəli minənnər. Münafiqlər ən aşağı dərk, yəni ki, mərtəbədə olacaqlar. Ən aşağı mərtəbədə. Ən şiddətli əzab olan yerdə. Və başqa bir ayədə deyir ki, وَلِكُلِّنْ دَرَجَاتٌ مِنْ نَعْمٍ.
onların hər birinin öz əməlinə müvafiq, uyğun dərəcələrdə yerləşdiriləcəklər. Cəhənnəmin dərəcələrində. Lakin bəzi sələf alimləri izah gətirir ki, cəhənnəm 7 dərəcədən ibarətdir. Birinci dərəcədə laf yüngül əzab. O tək Allahlığı qəbul edənlər, lakin günah edənlər olacaq. İkinci mərtəbədə Yahudilər, üçüncü mərtəbədə Nəsranilər, dördüncü mərtəbədə Sabilər və müşriklərdir. Beşinci mərtəbədə Mədusilər, altıncı mərtəbədə ərəblərdən olan müşriklər və yedinci mərtəbədə münafiqlər. Apaşağıda. Lakin bu izah əsassız olan zəif izahdır. Bəlkə də batil izahdır. Çünki heç bir əsas yoxdur. Qeyb aləmini bu cür izah etməyə əsas yoxdur. Allah bilir onları hansı dərəcəyə, hansı mərtəbəyə salacaq. Və bəziləri də deyir ki, birinci dərəcə Luzey adlanır, ikinci Hutamə, birinci Cəhənnəm, ikinci Luzey, üçüncü Hutamə, dördüncü Səir, beşinci Səqar, altıncı Cəhim, yedinci Haviyə. Buna da heç bir əsas yoxdur. Özləri izah edir və bu cür izahdan çəkinmək lazımdır. Səhih odur ki, bu adların hər biri cəhənnəmə verilib, cəhənnəm bu adlarla adlanır, umumən cəhənnəmin özü. Və dərəcələrdə də Allah Taala istədiyi kimi onları yerləşdirəcək. Cəhənnəmin qapıları barəsində, yəni bu mövzuya gəlincə, cəhənnəmin 7 qapısı var. Bu 7 qapı Quran-ı Kərimdə təsdiqini tapıb, 43-cü, 44-cü ayələrdə, Hicr surəsi 43-44-cü ayələrdə Allah Subhanahu Teala deyir: "Və inne cəhənnəmə ləməv'iduhum əcmaîn." Cəhənnəm onların hamısının görüş yeri olacaq. Yəni orada onlar toplanacaqlar. Ləhəsəbətə əbvab. Onun cəhənnəmin 7 qapısı olacaq. Likulli bəbin minhum cüzun məqsum. Hər birinin öz yeri olacaq qapıdan girmək üçün. Bir dəfə sizə danışmışam bu əhvalatı ki, bir nəfər kişi istəmir ki, qızı olsun. Artıq 6 qızı olur, istəmir ki, 7-ci olsun. Arvadına deyir ki, 7-ci qız olsa evə qayıtma. Və biz bilirik ki, Peyğəmbər s.ə.v-in hədisləri var ki, bir qız uşağı, 2 qız uşağı, 3 qız uşağı böyüdüb, başa çatdırarsa, necə lazımdır. O, cəhənnəmdən onu qoruyar. Cəhənnəmlə onun arasında pərdə olar. Səbəb olar ki, cəhənnəmə daxil olmasın. Bu şəxs arvadını həkimin yanına yola salır, ötürür, sonra oturub gözləyir ki, nəticə nə olacaq? Yatır. Xuda görür ki, qiyamətdir, gətirirlər bunu cəhənnəmə atmağa. Birinci qapısı, ikinci qapısı, üçüncü qapısı, hər qapıda onun bir qızı dayanır. Deyir, yox, mən buraxmaram, sən məni büyüdüb başa çatdırmırsan. 7-ci qapı isə boşdur. 7-ci qapıdan o itəliyib içəri salanda oyanır. Oyanan kimi deyir, Allah, 7-cisi də qız olsun. Bu bir hikmətdir. Sözsüz ki, bu o demək deyil ki, 7 dənə qız olana qədər gərək uşaqlıq olsun. O demək deyil. Allah nə verir? Allah Taala Quranda deyir, kimisinə qız, kimisinə oğlan, kimisinə qız və oğlan, kimisinə sonsuz edirik. O sonsuzlar, əgər mümindirlərsə, bu demək deyil ki, cəhənnəm qapıları onlar üçün açıq olacaq. Bu bir hikmət idi. Yadınıza saldım. Deməli, bir maraqlı hədisdə, Əbu Hureyra radiyallahu anhdan rəvayət olunan hədisdə Peyğəmbər s.ə.v deyir ki, Ramazan gəldikdə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanların əl-qolu da bağlanır, zəncirlənir. Baxın, Ramazan ayında şeytanların əl-qolu bağlanmış olan bir ayda əgər siz günah edirsiniz, ən azı avaralarla oturub durursunuz, onların o cahil söhbətlərinə qulaq asırsınız, ən çoxu da sigaret çəkirsiniz, içki itirsiniz, zina edirsinizsə əgər, yadınızdan çıxarmayın ki, buna görə siz cavab verəcəksiniz. Allah Taala deyə bilər ki, utanmırdınız. Başqa ayda deyək ki, şeytanların əl-qolu açıq idi, sizi yoldan çıxarırdı. Bəs bu ayda bu cahillərdən əl çəkmədiniz, bu günahlardan əl çəkmədiniz, bu pis vərdişlərinizdən əl çəkmədiniz, onda nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, ya Rəbb,
nəfsimiz zəif idi, imanımız zəif idi. Allah Taala sənə deyəcək ki, mən heç kəsi nəfsinin gücü çatmadığı bir şeyi yükləmirəm. Fikir ver. Peyğəmbərə verdiyi imtihanı, bəlanı adi insanlara vermir. Əgər onlara o imtihanı göndərir, bilir ki, onlar o imtihana səbr edəcək, dözəcək. O imtihandan çıxacaq. Amma bizə lap az, yüngül imtihan göndərir. Ona da çoxu dözə bilmir. Çoxu dözə bilmir. Elə bilir ki, etdiyi əməl yaxşıdır, lakin qiyamət günü dərk edəcək ki, kaş ki, o gün o boş-boş vaxtlarımı boş-boş adamlarla sərf etməzdim. Lakin o zaman gec olacaq. Biz inşallah o elm əhli, o iman sahibləri, vaxtının hamısını demək olar ki, ibadətə sərf eləyənlər, yuxarı dərəcələrdən baxıb onlara güləndə və yaxud onlara baxdıqda deyək, onlar aşağı dərəcələrdən yuxarı baxacaqlar və bizə qibtə edəcəklər. Və bilirsiniz, bir dərəcə ilə o biri dərəcənin arası yerlə o ulduz, ən yaxın ulduza qədərdir. O boyda dərəcədir. Və çalışın ki, hər bir imkandan istifadə edib özünüz üçün axirətə əzuqə toplayasınız. Axirət üçün əzuqəniz olmasa, Allahın huzuruna boş əllə geçsəniz, peşman olacaqsınız. Sonraki məsələ, 5-ci məsələ, cəhənnəmin yanacağı barəsindədir. Bayaq dedim ki, cəhənnəmin yanacağı insanlar olacaq. Xüsusən də birinci yanacaq alimlər, şəhidlər və o səxavətli insanlar olacaq. Bu çox belə qəribə məsələdir ki, necə alim cəhənnəmə ilk atılan insanlardandır. Şəhid, səxavətli. Niyə? Ona görə ki, alim, elmi ona alim desinlər deyə öyrədib. Şəhid, ona qəhrəman desinlər deyə vuruşub şəhid olub, qəhrəman olub. Və o səxavətli insan ona bu addı versinlər deyə ki, necə səxavətli insandır, desinlər deyə Allah yolunda xərcləyib. İxlas olmayıb, bu dünyada istəyib ki, ona bu adı verilsin, o ad verilib. Qiyamət günü isə onların heç bir pay olmayacaq. Və ikinci, daşlar barəsində ki, cəhənnəmin yanacağı daşlar olacaq. Bəzi sahabələr, İbn Abbas başda olmaqla, sairə sahabələr, Abdullah ibn Məsud və s. deyirlər ki, bu daş kibritdir. Bizim gördüyümüz o kibrit. Lakin müəllif deyir, Allah bilir həqiqəti, onların dediyində də həqiqət var. Müəllifin dediyində də həqiqət var ki, Allah bilir hansı daşlar olacaq. Sahabə öz başından heç təfsir verməz, qiyamət, qeyb aləmi ilə bağlı olan bir şeyi öz başından heç vaxt təfsir verməz. Təfsir veribsə, yəqin ki, o Peyğəmbər s.ə.v-dən eşidib. Cəhənnəmdə olan o əzab əziyyətdə müxtəlif cür olacaq. Onların birinci bu dedik ki, yanacağa çevriləcəklər, həmən o kafirlər, müşriklər və ya pis ilə, qoxu ilə onlara əzab veriləcək və ya tüstü ilə və ya şiddətli soyuqla, isti ilə və s. müxtəlif cür əzab əziyyətlər olacaq. Heç kəs də deyə bilməz ki, eybi yox, biraz dözərəm, sonra gedərəm cənnətə. Bir saniyə, bir an dözmək orada, o dözməyin misalını Peyğəmbər s.ə.v hədisdə izah edib. Bu təxmini izahdır. Hissi şəkildə heç kəs izah edə bilməz. Mənəvi şəkildə izah edib ki, dünyada ən gözəl yaşayan şəxs, keyf içində yaşayan şəxsi gətirəcəklər, bir dəfə cənnətə salıb çıxaran kimi deyəcək ki, dünyada heç bir keyf görmədim. Unudacaq bütün keyfləri. Təsəvvürə gətir, saunaya girir, keyf eləyir qızla, zəlzələ baş verir, çıxır, unudur, qızı da unudur, hətta gəlini qoyub qaçan da olur, nə bilim, özünü də unudur, fikir vermir ki, cəmaat ona baxır, heç cəmaat da baxmır ona. O cür dəhşətdə bu şeyləri unudursa, gör, o cür dəhşətdə nələr olacaq, nələri unudacaqlar. Fikir ver, heç kəs də arxayın olmasın ki, eybi yox, biraz dözərəm cəhənnəmdə, əzab əziyyət çəkib gedərəm cənnətə. 6-cı məsələ, cəhənnəmin istisinin çox şiddətli olması. Cəhənnəmin istisi barəsində Quranda çox ayələr var ki, cəhənnəmin istisi doğrudan da şiddətli olacaq. Lakin Peyğəmbər s.ə.v təxmini izah edib,
yenə hissi izah heç kəs edə bilməz onu. Təxmini izah edir ki, bu dünyadakı olan oddan 70 dəfə daha istidir. Daha şiddətlidir. Cəhənnəm odur. 70 dəfə. Və Allah subhanətə alə müşriklərə istehza edərək, o müşrik və kafirlərə istehza edərək deyir ki, fəzuqu fələn nəzidəkum illə əzəbə. Dadın bu əzabı, biz sizə əzabdan başqa heç bir şey artırmayacaq. Fikir verin. Onların yalnız günü-gündən əzabları artacaq. Heç bir şey azalmayacaq. Cəhənnəmin danışması barəsində bayaq ayə gətirdim ki, cəhənnəm danışacaq, deyəcək ki, yenə varmı? Bu da dəlildir ki, cəhənnəm danışacaq. Və bu da dəlildir ki, vacib deyil ki, insan olsun və o danışsın. Məxluqu da Allah danışdıra bilər. Və cəhənnəm buna misaldır. Quran-ı Kərimdə açıq aydın ayə var. Əgər məxluq bizim ağlımıza, yəni bizim ağlımızın qəbul etmədiyi, onun danışmağını bizim ağlımızın qəbul etmədiyi bir məxluq danışa bilirsə, bu Allahın danışmağını inkar edənlər düşünmürlərmi ki, əgər o məxluq danışırsa, Allah danışa bilməz. Allahın danışmağını necə inkar edirlər? Allah həqiqətən danışıb və istədiyi vaxtda danışır. 7-ci məsələ, cəhənnəmi görən olubmu? Hal-hazırki günə qədər. Yalnız onu deyə bilərəm ki, cəhənnəmi Peyğəmbər s.ə.v görür. Və əvvəlki Peyğəmbərlərin görüb görməməyi məlum deyil. Ola bilsin ki, onlar da görsün. Çünki Peyğəmbərdirlər. Amma bizə məlum deyil. Lakin Məhəmməd s.ə.v-in görməsi yəqindir. Buxari Müslimdə Abdullah ibn Abbasdan rəvayət olan hədisdə deyir ki, bir dəfə xusuf namazını qılırdı Peyğəmbər s.ə.v ilə birgə. Rasulullah s.ə.v qılıb qurtardıqdan sonra dedi ki, mən cənnəti gördüm və orada bir meyvənin dənəsi var idi ki, onu gətirsəydim sizə cənnətdən, dünya qaldıqca sizə bəs edərdi o. Dünya qaldıqca, yəni ki, qiyamətə qədər yesəydiniz, sizə bəs edərdi, qutarmazdı. Keyfiyyəti məlum deyil, ancaq mənası məlumdur ki, onun bərəkəti Allah tərəfindən əbədi qoyulur. Cənnətdə hər bir şey əbədidir, heç zamanda onun bərəkəti tükənməyəcək. Həmçinin cəhənnəm mənə göstərildi və bu vaxta qədər o cür mənzərə mən görməmişdim. O cür dəhşətli mənzərə mən görməmişəm. Və gördüm ki, cəhənnəmin əksər sakinləri qadınlardır. Bununla da hədis bitir. Lakin niyə qadınlar? Başqa hədisdə qadınlar sual verir. Deyir, niyə ya Rasulullah? Niyə etmişik biz? Peyğəmbər s.ə.v onlara cavabında deyir ki, ərləriniz sizə il boyu yaxşılıq edir. Bir xoşa gəlməyən şey gördükdə deyirsiniz ki, sən mənə heç etməmsən. Neymətə küfr edirsən. Və beləliklə də siz cəhənnəmə düşürsünüz. Və qadınlara da nəsiyyətim budur ki, bu şeydən əl çəksinlər. Ərləri əzab əziyyət çəkir, qazanır, gətirir və bir anda bu hər şeyi puç edib deyir ki, sən mənə nə etmirsən ki? Heç nə. Başqa bir hədisdə yenə ona oxşar hədisdir. Lakin bu hədisdə Peyğəmbər s.ə.v izah edir ki, bir qadını gördüm cəhənnəmdə, əzab çəkirdi. O qadın ki, pişiyi evdə bağlayıb, ona əzab əziyyət verdi və o cür öldürdü. Acından, susuzluğunu öldürdü. Pişiyi öldürdüyünə görə cəhənnəmə getdi. İndi hər bir heyvana əziyyət verib öldürən cəhənnəmə düşməyə ehtimalı var. Hər bir şəxsin. Sonraki məsələ cəhənnəmin dünyaya təsiri varmı?
Bu da hədisdə öz təsdiqini tapıb. Buxari rəvayət edir Əbu Hureyra radiyallahu anh'ın hədisini ki, Peyğəmbər s.ə.v deyir ki, cəhənnəm şahid etdi Rəbbinə. Bu da danışmağına dəlildir. Cəhənnəm Rəbbinə şahid etdi və dedi ki, ya Rəbb, mənim daxilimdə olanları hamısı bir-birinə qarışıb. İzin ver, nəfəs alın. Bu bizə çatmır. Allah bilir necədir keyfiyyəti. Amma həqiqətən bu belədir. Və Peyğəmbər s.ə.v gör necə gözəl izah edir. Deyir, Allah ona izin verdi 2 dəfə nəfəs almağa. Qışda və yayda. Lap soyuq hava onun qışda olan nəfəsidir. Lap isti olan hava da onun yayda olan nəfəsidir. Nə zaman ki görsəz ki, ən soyuq havadır il ərzində, o cəhənnəmin qışdakı nəfəsidir. Ən isti hava da yaydakı nəfəsidir. Bu düzdür, kimlərəsə qəribə gəlsə də, iman sahiblərinə qəribə gəlmir. Cəhənnəmin əbədi olması barəsində onu inkar edənlərin sayı çoxdur. Çoxları əbədiliyini cəhənnəmin inkar edir. Və Quran-ı Kərim dəlillərlə doludur ki, cəhənnəm əbədi olacaq. Əbədi cəhənnəmdə qalacaqlar. Lakin kimlərdir bunu inkar edənlər? Və nə deyirlər? Deməli, cəhmiyyələr bu firqə inkar edir. Deyir ki, cəhənnəm əbədi deyil, fanidir. Həmçinin cənnət də fanidir. Bunlar lap həddi keçib. Çünki cəhənnəmlə cənnət fanidirsə, bəs insanlar ara getdi. İnsanlar da məhv oldu, getdi. Ondan yaşayışın nə faydası oldu? Bunların dediyi batildir. İkinci, xavaricilərlə mu'təzillər. Bunlar deyir ki, cəhənnəm hər bir asi üçün əbədi olacaq. Hər bir asi üçün əbədi olacaq və heç təvhid əhli də oradan çıxmayacaq. Bunlar da əksinə ifrat edir ki, hər kəs cəhənnəmə girən əbədi qalacaq orada. Fikir verir. Üçüncü, Yahudilərdir. Onlar deyir ki, cəhənnəmdə biz bir müddət qalıb, sonra gedəcəyik cənnətə. Görün Allah qala ne deyir? Deyir, وَقَالُ لَنْ تَمَسَّنَ النَّارُ إِلَّا يَامَ مَعْدُودًا. Onlar dedilər ki, cəhənnəm odur, bizə bir neçə gün təsir edəcək. قُلْ اَتَّخَسْتُ مِنَ اللّٰهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللّٰهُ عَهْدَهُ اَمْ تَقُولُونَ عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ. Deyir ki, siz Allahdan əhd almışsınız ki, cəhənnəm sizə bir neçə gün təsir edəcək. Allah verdiyi əhdə müxalif olmaz. Veribsə, sizin dediyiniz kimi olacaq. Yoxsa siz bilmədiyinizi Allaha iftira atırsınız. Və sonra Allah Taala təsdiq edir onların iftira atdığını. Deyir, bələ mən kəsəbə seyyiətən və əhatat bihi xatiyyətuhu fəuləykə əshabun nərihum fiyyə xalidun. Kim ki günah qazanır və günahı onu əhatə edib, onu bürüyüb, o şəxslər cəhənnəmə daxil olacaq və əbədi orada qalacaqlar. Sonra İttihadiyyə məzhəbi. Onun da banisi, yəni başçısı İbn-i Arabidir. İbn-i Arabi Ət-Tai kimlər ki deyir ki, hər şey bir şeydə ittihad olunur. Hər bir şey. Allahdır. Şeirində də yazır ki, donuzun da içində Allah var, itin də içində Allah var. Hər şey bir şeyin içindədir, ittihad olunur. Bir-birinin daxilində. Allah da hər yerdədir, hər bir şeyin içində. Donuzun, əgər itin daxilində Allah varsa, onun dediyinə görə nəcisin də içində Allah var. Fikir verin. Və İbn Həcər deyir ki, onlar zindiqdir. Dindən dönmüş, deyək ki, ateist, Allahı inkar edənlərdir. 5-ci, Əbu Hüzeylil Ələfi Mu'təzillərdən olandır yenə. Deyir ki, insanlar, cəhənnəmə düşənlər cəhənnəmdə o qədər qalacaqlar ki, əşyaya çevriləcəklər. Və o əşyaya çevrildikdən sonra artıq cəhənnəm o da onlara təsir etməyəcək. Bu da batil fikirdir. Quran və sünnəyə müxalif olan bir fikirdir. Və bütün bu fikirlər
Quran və sünnəyə ziddir. Ən doğru olan odur ki, cəhənnəmdə kafirlər, müşriklər əbədi olaraq qalacaq və əbədi cəza çəkəcəklər. Biz bilirik ki, kafirlər cəhənnəmdə əzab çəkəcək. Lakin soruşa bilərlər sizdən ki, əsaslandırın ki, əzab çəkəcəklər. Əsas nə qədər istəyirsən Quran-ı Kərimdə doludur. Bəqərə surəsi 39-cu ayə. وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. O kəslər ki, ayələrimizi təkzib etdilər, kafir oldular, onların hamısını cəhənnəmə daxil edəcək və onlar orada əbədi qalacaqlar. Dünən bir hədis Müslimin rəvayətidir. Əbu Said el-Xudri rəvayət edir. Deyir ki, ölüm qiyamət günü qod şəklində gətiriləcək, cənnət və cəhənnəmin arasında yerləşdiriləcək. Sonra cənnət əhlinə sual veriləcək. Tanıyırsınız bunu? Hamısı qod şəklində görür. Amma deyəcəklər ki, bəli, tanıyırıq. Bu ölümdür. Cəhənnəm əhlinə sual veriləcək. Tanıyırsınız bunu? Deyəcəklər, bəli, tanıyırıq. Ölümdür bu. Ondan sonra əmr ediləcək ki, bu qotun başı kəsilsin. Yəni, artıq ölüm olmayacaq. Ölüm olmayandan sonra müraciət olunacaq cənnət əhlinə ki, gedin, cənnətdə əbədi qalın. Cəhənnəm əhlinə də müraciət olacaq ki, gedin, cəhənnəmdə əbədi qalın. Və o gündə necə gün olacaq? Peşmançılıq günü olacaq. Qiyamətin adlarından biridir bu. Yevmül həsrə. Həsrət çəkilən peşmançılıq gün olacaq ki, kafirlər peşman olacaq ki, nəyə görə biz etmədiyimiz əməlləri dünyada ikən yaxşılıqlar etmədik. Möminlər də o kəslər ki, dünyada ikən avaralanıb ancaq namaz qılmaqla kifayətləniblər, peşman olacaqlar ki, nəyə görə biz artıq savab etmək üçün, artıq savab qazanmaq üçün yaxşılıqlar etməmişik. Və bu ayəni oxuyur. Məryəm surəsi 39-cu ayə. Və ənzirhum yevmil həsrə. Onları o peşmançılıq günü ilə qorxud. İz qudiyəl əmru və hum fi qaflətin və hum lə yu'minun. O gün artıq onlar qəflətdən ayanacaqlar. Başa düşəcəklər ki, artıq gecdir. Cəhənnəmə dəvət edən şəxslər də var. İnsanlar arasında şeytan özünə qul etmiş şəxslər var ki, şeytanın əmrlərini yerinə yetirir, özü də bilmədən insanları cəhənnəmə dəvət edir. Allah onlar barəsində deyir, Uləykə yədun ələnnar. Onlar cəhənnəmə dəvət edirlər. Yaxşı, bu cəhənnəmə dəvət edən şəxslər kimlərdir? Huzeyfət ibn-i Yəmən radiyallahu anh deyir ki, Səhih Müslimdir bu rəvayət. Sahabələrin hamısı Peyğəmbər sallallahu aleyhi və səlləmdən xeyirxah işlər barəsində soruşurdu. Mən isə şər işlər barəsində soruşurdum ki, o işləri görməyin, ondan çəkinin, ondan uzaq olun. Və bir gün yenə Peyğəmbər s.ə.və soruşdum. Dedim, ya Rasulullah, biz İslamdan əvvəl şər içindəydik. Yəni, küfür, şirk içindəydik. Sonra Allah bizə xeyir verdi. Yəni, İslam dinini göndərdi. Bu xeyirdən sonra şər olacaqmı? Peyğəmbər s.ə.v deyir, bəli, olacaq. Burada alimlər deyir, qəsd olunur Osmanın zamanında baş vermiş fitnə. Şər gəlir. İxtilaflar əmələ gəlir. Deyir, bəs ondan sonra xeyir olacaqmı? Deyir, bəli, olacaq, lakin o xeyirdə ləkə olacaq. Nə deməkdir bu? Yəni, ondan sonra bəli, xilafət yenə bərpa olunacaq. Amma firqələr əmələ gələcək. Xavariclər, Əliyallah deyənlər, yavaş-yavaş qədərlər və s.
Deyir, ondan sonra yenə şər olacaqmı? Peyğəmbər s.ə.v deyir, bəli, olacaq. O şər olduğu zaman cəhənnəmin qapılarında ora çağıranlar olacaq. Dayanacaqlar və insanlar ora çağıracaqlar. Kimlər də olar? Batil əqidəli, Allaha istədiyi kimi izah edənlər, özlərindən firqələr yaradanlar və s. Cəhənnəmə dəvət edən şəxslər. İndi fikir verin. Bu bizə aid. Deyir ki, Hüzeyfə ibn Yəmən, əgər mən o günü görsəm, nə idi? Suala bax, gör, haranı fikirləşir? Və o günə də gəlib satır, Hüzeyfə ibn Yəmən. O günü fikirləşir ki, olsa nə idi? Deyir, əgər o günü görsən, bütün o firqələrdən uzaq ol. Bütün firqələrdən uzaq ol. Cəmaatla ol və imamına tabi ol. Cəmaat varsa, rəhbər də varsa, cəmaatla olsan, rəhbərə tabi olursan. Əssalam. Peyğəmbər s.ə.v-in tövsiyəsini yerinə yetirmiş olursan. Cəmaat olmasa, rəhbər olmasa nə idi? Hüzeyfət ibn Yəmən bu sualı verdikdə Peyğəmbər s.ə.v deyir ki, onda yenə o firqələrin hamısını tərk et və tək özün ibadətini et. Allaha və Peyğəmbərinə itaət et və sən özün tək cəmaat hesab olunacaqsın. Haqq üzərində olacaqsın. Deməli, bununla Peyğəmbər s.ə.v demək istəyir ki, heç bir şey sizi haqq yolundan döndərməsin. Tək nəsrani ümmətinin arasında olsanız belə, bütpərəstlərin arasında olsanız belə, tək Allah və Peyğəmbərinin yolunu tutun. Bacarırsınızsa icrət edin. Cəhənnəmdə əzab əziyyət çəkən insanlar kimlər olacaq? Əsas bəyək dedik, küfür, şirk edənlər və onların günahı böyük olacaq. Yəni, daha çox şiddətli olacaq. Allah subhanətə alə deyir, qalu bələ qad cəənə nəzirun fəkəzzəbnə və qulnə mə nəzəlallahu min şeyin in əntum illə fi daləlin kəbir. Onlar o gün etiraf edib deyəcəklər ki, bəli, bizə Allahın əzabı ilə qorxudan Peyğəmbər gəldi, lakin biz onu yalancı saydıq. Dedik ki, Allah tərəfindən belə bir şey nazil ola bilməz. Və həqiqətən Allah sonra onlara deyir, siz çox böyük zəlalətdə idiniz. Çox azmışdınız. İkinci, bizim boynumuzda olan vacib əməlləri tərk etmək. Namaz qılmaqdır, Allaha inanmaqdır və s. Vacib olan əməlləri, fard-ı ayn, hər bir müsəlmana vacib olan əməlləri tərk etmək. Yenə bu barədə Qurana istinad edirəm. Allah Teala deyir, möminlər o gün cəhənnəmdə olanlara deyəcəklər, mən sələkəkum fissəqar. Sizi bu cəhənnəm oduna salan nədir? Onlar deyəcəklər cavabında, qalu ləm nəkum minəl musalli. Biz namaz qılanlardan deyildik. Və ləm nəkun nut'imul miskin. Kasıbı da yedizdirməzdik. Hər ikisi məna bura daxil ola bilər. Zəkat verməzdik və yaxud paxıllıq edib sədəqə verməzdik. Və kunnə nəxudu məl xaidin. Buna diqqətlə qulaq asın. İstehza edənlərlə bərabər olub, biz də istehza edirdik. İstehza edənlərlə oturub dursanız, onların istehzasını inkar etməsəniz, siz də istehza edənsiniz və bu cəhənnəm əzabı sizi də gözləyir. Nə üçün Allah Teala deyir ki, o əridənil cahilin, cahillərdən üz döndərir. Nəyə görə? Çünki sən onunla oturub, onun dediklərinə göz yumsan, sussan, sən də onun kimisən. Birinci sənə əzab veriləcək ki, sən onu inkar etməmişsən və yaxud ən azı onu tərk edib gelməmişsən. Amma sən o istehza edənlə oturub, dedikcə gülsən və yaxud sussan, həmən bu ayə sənə da aid olacaq. Sən də cəhənnəmə düşə bilərsən. Bunu yəqin bil. Və kunnə nükəzzibu biyevmiddin və qiyamət gününü inkar edirdik, təkzib edirdik, hətta tənəl yəqin. Ölüm bizə yetişənə qədər. Ölüm gələnə qədər bu halda oldular. Bu dəlildir ki, ölüm gəlməmişdən biraz əvvəl tövbə etsələr, qəbul olar tövbəsi. Ölüm gələnə qədər bu halda olsalar, cəhənnəmə düşəcəklər.
Həmçinin o böyük cəzalardan yenə o kəslərə olacaq ki, onlar Quran oxumayıb, hədis oxumayıb, deyiblər ki, alimimiz deyir, sən alimimdən ağıllısan, şeyximdən ağıllısan, nə bilim kimdən ağıllısan, özü açıb oxumur. Nə Quran, nə hədis, nə də sahabələrin izahını. Bunlar haqqında da Allah Teala deyir ki, وَقَالُوا رَبَّنَا İnnənə ata'nə sədətənə və kubara'ənə fəadallunə səbiyyə. O gün onlar etiraf edib deyəcəklər ki, ey Rəbbimiz, biz öz aramızda olan alimlərimizə, böyüklərimizə itaət etdik və onlar da bizi azdırdılar. Bəs ağıl vermişdi sənə. Nəyə görə azdırdın? Həmən şəxslər sənə desəydi ki, bu nəcisdir, götür yeyərdi. Ondan da pisini təklif elədi, sənə sən onu götürdün. Desəydi sənə bu qazdır, yanır. Sal əlbi ora, yandırardın. Deyəcəkdi ki, başın xarab olur, dəliz adam əlimi salım o da. Ondan da dəhşətli o da özünü axtır. Fikirləşməyin. Fikirləşin, dərk edin, nə edirsiniz? Dördüncü nifaqdır, münafiqlik. Allah subhanədə onlara vəd edir. Deyir, vaadallahul münafiqinə vəl münafiqat vəl-kuffara cəhənnəmə xalidən fiyyə. Allah münafiq qadınlara, kişilərə, kafirlərə cəhənnəmə düşəcəklərini vəd edir. Hiyyə həsbuhum və lə'ənəhumullahu və ləhum əzəbun muqim. Onların yeridir ora. Allah onlara ləhnət edib və onları böyük əzab-əziyyət, alçaldıcı əzab-əziyyət gözləyir. Həmçinin təkəbbürlük. Allah Teala buyurur ki, وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. O kəslər ki, ayələrimizi təqzib etdilər və təkəbbürlük etdilər bizə ibadət etməyi. Onları əbədi olaraq cəhənnəmə daxil etdik. Başqa ayədə deyir ki, فَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Rəbbiniz deyir ki, mənə dua edin. Fikir ver, demədi ki, gedin qəbirin vasitəsilə, gedin Peyğəmbərin vasitəsilə, gedin nə bilim filan seyidin vasitəsilə mənə dua edin. Demədi ki, birbaşa mənə dua edin, heç bir vasitəsiz. Demədi ki, gedin Peyğəmbərə dua edin, birbaşa mənə dua edin. O kəslər ki, mənə dua etməyi, yəni birbaşa mənə dua etməyi təkəbbürlüklərinə sığışdırmırlar, cəhənnəmə zəlil olaraq daxil edəcək. Onlar cəhənnəmə zəlil, alçaldılmış şəkildə daxil olacaqlar. Bu ayələri oxumurlar, görmürlər ki, Allaha birbaşa dua etməyən cəhənnəmə düşmək ehtimalı %100'dür. Cəhənnəmdə kimlərin olacağı barədə heç kəs heç nə deyə bilməz. Yalnız əsaslandırıb Quran və hədislə demək olar ki, şeytan cəhənnəmlikdir. Musanın zamanında olan Firon cəhənnəmlikdir. Çünki Firon tituldur. Misir padşahlarının titulları. Və indi ki, nə qədər Fironlar çıxıb, deyirlər, bu həmən Firondur. Musanın vaxtında var. Yalan, Allah bilir, o Firondur yoxsa yox. Firon Musanın vaxtında olan Firon cəhənnəmlikdir. Həmçinin Əbu Ləhəb və onun həyat yoldaşı cəhənnəmlikdir. Lut və Nuh aleyhissalamın həyat yoldaşları cəhənnəmlikdir. Və bir də ilk dəfə İbrahim aleyhissalamın o hənif dinini dəyişdirən Amr ibn Amir Xuzəyi, Məkkə müşriklərindən olan Amr ibn Amir Xuzəyi, o da cəhənnəmlikdir. Onun haqqında Peyğəmbər s.ə.v deyir, gördüm ki, cəhənnəmdə gedir və ağırsaqları da ardıycan, sürünə-sürünə gəlir. Bu dini dəyişdirdiyinə görə. Bunların hamısının əsaslar var. Və yaxud dediklərimin hamısının əsas var. Hud surəsi 98, Təhrim surəsi 10-cu ayə, Məsəd surəsi. Onları oxuya bilərsiniz. Həmçinin cinlərdən də cəhənnəmə düşənlər olacaq. Bu barədə artıq nə vaxtsa sual vermişdiniz ki, cinlər üçün cəhənnəm cənnət olacaq. Bəli, olacaq. Cin surəsini oxusanız, bunu görərsiniz və həmçinin bundan başqa
Başqa surələr də var. Allah subhanahu teala deyir, فَقُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ. Onlar cəhənnəmə atılacaq. Həmsinin iblisin bütün tərəfdarları da cəhənnəmə atılacaq. İstər cinlərdən olsun, istər insanlardan. Cəhənnəmə atılacaqlar. Bəzi günahlarına görə cəhənnəmə düşən fasiqlər barəsində də danışaq ki, bəzi günahkarlar cəhənnəmə düşəcək, düzdür. Əvvəlkilərdən fərqli olaraq əbədi olmayacaq. Münafiqlər, kafirlər, müşriklər. Onlardan fərqli olaraq əbədi qalmayacaqlar cəhənnəmdə. Lakin cəhənnəmə düşəcəklər. Onlardan birincisi 73 firqədən 72-sidir. Bu barədə Peyğəmbər s.ə.v vəd edib ki, biri cənnətə gedəcək, 72-si cəhənnəmə. Sonra cənnətə gedə bilər. Müəyyən vaxtdan sonra. 73-cü firqə, o bir firqə cənnətə gedən hansıdır deyəndə Peyğəmbər s.ə.v deyir ki, mənim və səhabələrimin yolu ilə gedən. Düşünün, hər hansı bir şəxs desə ki, filan şeyx nə dedi mənim üçün qanundur, ancaq onun dediyini götürürəm. Əmin olun ki, cəhənnəmliyik. Bunu nəinki hədis, ayə də təsdiq edir. Nisa surəsi 115-ci ayə. وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kimə açıq aydın dəlil gəldikdən sonra ondan üz döndərib, möminlərdən, yəni sahabələrdən qeyrisinin yolunu tutub gedərsə, sahabələrin yolu Peyğəmbər s.ə.v yolu olub. Onlardan qeyrisinin yolunu tutub gedərsə, onu o yola yönəldərik. Hansı yola istəyir o yola? Yönəldərik. Sonra isə cəhənnəmə vasil edərik. Ora necə də pis yerdir. İkinci, hökmdən, Allahın hökmü ilə hökm verməyənlər. Allahın hökmü ilə hökm verməyənlərə biz kafir demirik. Asi deyirik və cəhənnəmə düşəcəyini etiqad edir. Cəhənnəmə düşəcəklər, sonra nə vaxtsa cəhənnəmdən çıxacaqlar. Peyğəmbər s.ə.v deyir ki, hökm verənlər 3 qismdir. İstəyir bu hökm verən qazı olsun məhkəmədə. İstəyir bu hökm verən ailədə ata olsun, qardaşlar arasında hansısa bir münsif hökm verən olsun, fərqi yoxdur. O hökm verən şəxslər 3 qism. Birincisi, haqqı bilir, haqq tərəfdarı olsun, düzgün hökm versin. Bu cənnətlidir. İkincisi, haqqı bilib, ona batil donu geyindirərək hökm versin. Haqqını tapdalasın. Bu cəhənnəmlikdir. Və həmçinin elmsiz hökm versin, bu da cəhənnəmlikdir. Elmin yoxdur bu barədə, danışma. Danışmamağına görə sən cəza almayacaqsan, cəhənnəmlik olmayacaqsan. Bilməyib danışdığına görə cəhənnəmlik olacaqsan. Müəyyən bir şey haqqında bilmirsən, ağlına gələni danışırsan ki, belədir. Əsassız danışırsan ki, belədir, cəhənnəmliksən. Üçüncü, Peyğəmbər s.ə.v-in adından yalan danışmaq. Bu çox qorxuludur. Əgər Peyğəmbər s.ə.v-in adından yalan danışsan ki, belə deyib, çaşsan, cəhənnəmliksən. Lakin, etiqad etsən ki, Peyğəmbər s.ə.v bunu belə deyib və bu şəriətdəndir və qəsdən cəmaatı çaşdırmaq üçün, fitnə salmaq üçün, dini məhv etmək üçün bunu edərsə, bu əbədi cəhənnəmlik də ola bilər. Çünki Peyğəmbər s.ə.v istehza edir, istehza etmiş olur, istehza etməklə də küfr etmiş olur. Və bu biraz təhlükəli məsələdir. Peyğəmbər s.ə.v deyir, mən kəzib aleyyə mütəammidən fəliyyətəbəvvə məqqadahu minən-nar. Kim mənim adımdan yalan danışarsa, cəhənnəmdə yerinin hazır olduğunu bilsin. Bilsin ki, artıq onun üçün cəhənnəmdə yeri hazırdır. Başqa rəvayətdə də deyir ki, mənim adımdan yalan danışmaqla hansı birinizin adından yalan danışmaq eyni deyil. Yəni, kiminsə adından yalan danışarsansa, məsələn üçün, əzim filan şey dedi, yalanlar. Bunun o boyda cəzası olmayacaq. Çünki insandır. Nə isə demək istəyir, yalanlar. Amma Peyğəmbər s.ə.v-in adından yalan danışdıqda artıq şəriətə əl atırsan. Və bu, cəhənnəmlik olmağına
əsas verir. Həmsinin təkəbbürlü olmaq. Təkəbbürlü bəyək dedi ki, Allaha qarşı təkəbbürlü olan cəhənnəmlidir. Əbədi. Təkəbbürlü edir, Allaha ibadət etmir. Ki, Allah kimdir, ona ibadət edir. Bu küfürdür. Amma təkəbbürlü etsə insanlar yanında, özünü dartsa, bu cəhənnəmə düşəcək, lakin nə vaxtsa cəhənnəmdən çıxacaq. Çünki onun imanı da var. Allah subhanahu teala deyir ki, təkəbbürlü mənim, təkəbbürlü və əzəmət mənə layiq. Kim bu iki şeydən biri ilə özünü insanlar arasında göstərmək istəsə, onu cəzalandıracaq. Yəni, kim təkəbbürlü edərsə və yaxud özünü əzəmətləşdirərsə, yəni, mən gələndə ayağımın altında qurban kəsilsin, nə bilim, şəkilim əzəmətləşdirilsin, o cəhənnəmə deyil. Amma kimisə əzəmətləşdirərlərsə, özü istəmədən, onu Allah inşallah bağışlayar. Başqa rəvayətdə də deyir ki, qəlbində zərrə qədər təkəbbürlü olan cənnətə daxil olmasın. Bu demək deyil ki, cənnətə heç zaman daxil olmasın. Yəni, cənnətə birbaşa daxil olmasın. Cəhənnəmə sonra cənnətə daxil olmasın. 6-cı, kimisə öldürsə, haqsız öldürərsə, hətta mümini öldürsə, Allah subhanətə alə deyir, وَمَنْ يَقْتُلُ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمَ خَالِدًا فِيهَا. Kim bir mümini öldürərsə, uzun müddət cəhənnəmdə qalar. Uzun müddət. وَغَدِبَ اللّٰهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا. Allah subhanətə alə ona qəzəblənər, lənət edər və ona əzab verər. Çox qorxulu məsələdir. Çünki Allah subhanətə alə Peyğəmbəri yalnız 3 şəxsin ölümünə, öldürülməsinə icazə verib. Dindən dönüb mürtəd olana, zinakar qadın və kişinin, evli qadın və kişinin. Və bir də zinakar qadın və kişi dindən dönən və bir də qisas. Kimisə öldürərsə, onun əvəzinə ondan qisas alınır, o da öldürülür. Bir gözəl misaldır Quran-ı Kərimdə, Maidə surəsində. Görün, bu necə təhlükəli məsələdir. Deyir, Adəmin övladlarından biri digərini öldürdü. Ondan sonra Allah subhanətə alə insanları öldürənlərin günahlarından ona da yazdı. Çünki ilk dəfə o öldürməyi o meydana çıxartdı. Başqa cür deyək, kim indi o atom bombasını icad edib, onu partlatmaqla fitnə yayır, xəstəliklər, insanları məhv edir, bir daha o yerdə nə bir bitki çıxmır, ya doğulan uşaqların hamısı şikəst doğulur. Bunu edənlər günah qazanırsa, bunu ilk dəfə icad edən bütün o günahlardan yenə günah qazanır. Ona görə çalışın ki, yaxşı şey meydana çıxarasınız ki, sizə baxıb o yaxşılıqdan insanlar etsinlər və onun savabından sizə də yayınlansın. Pisliyi eləmək asandır. Neçə illər tikilmiş evi bir anda sökməyə nə var? Bacarırsan o evi tik. Neçə illərdir biz dəvət edirik, o dəvəti gücləndiririk. Demək olar ki, 15 il. Və hansısa avara müsəlman gəlib, öz hərəkətləri ilə bizim adımıza nə gətirir? Ləkə gətirir. Məhər bu adillikdir. Əgər bacarmırsansa İslamda özünü aparmağı, heç bizimlə oturub durma, bizə yaxın gəlmə. Əgər bizimlə oturub durursansa, cahillərə yaxın getmə. İnsan iki tərəfli ola bilməz. Qəlbdə həm cahillərə sevgi, həm möminlərə sevgi ola bilməz. Ya onlara olmalıdır, ya bizə. Ya bizimlə məhəbbət qurub bizi sevməlisən, onlardan əl çəkməlisən, onları yalnız görəndə başa salmalısan, ya da onlarla oturub durub onları sevib bizə istəyəcə etməlisən. Və salab ikisindən biri olmalıdır. Sonraki günah faiz yeməkdir, riba. Və faiz yemək haqqında Bəqərə surəsinin 275-ci ayəsini oxuyub bu barədə məlumat ala bilərsiniz. O kəslər ki,
faiz yeyir, Allah onlara cəhənnəmdə əzab verəcək. İnsanların malını batil yolla yemək. Bugün şeyx çox gözəl izah etdi. Sigaret satırlar. O tütün fikirləri Allah onlara heç nə verməyib. Bütün nemətləri bizə verib, biz müsəlmanlara. Neft, pampoz, müxtəlif cür meyvələr. Bu nemətlərin əksəriyyətini bizə verib, onlara heç nə verməyib. Heç nəyi olmayan kafirlər nə fikirləşir? Tütün izad edir. O tütünü satır sənə, səni bir tərəfdən məhv edir, səndən gələn gəliri də yığıb toplayır, sənə qarşı istifadə edir. Fikir ver. Allah onlara heç nə verməyir. Batil yolla tütündür. Belə görsən tütünü, yəni tütünü əzib, kağızın arasından büküb sənə versələr, yəni o sigaret çəkən adama versələr, çəkməz deyə ki, bu nədir? Geridə qalmışıq. Ancaq onu elə bəziyirlər. Qızıl kağızla, qəşəng karofka ilə və s. və s. çəkəndə bu elə bilir ki, dünyanı buna verirlər. Dərk eləmir ki, bu boş başıyla. Və qardaş, pulun da gedir, canın da gedir və kafirlərə də kömək eləyirsən. Belə şey eləmək olar. Hansısa firma, Philip Morris gəlib burada at oynatsın. Torba tiksin, sənə öz ziyan verən o maddəni gözəl şəkildə sənə təqdim eləsin, sən də ürəklə onu alıb gündə israf edəsən, canına qəsd edəsən. 15-ə yaxın dəlil var ki, sigaret haramdır. Lakin indiyə qədər qardaşlar arasında elələri var ki, elə zənn edir ki, bu məkruhdur. Məkruhdur, məkruh eləmək olar. Məkruhlar yavaş-yavaş gəlib, harama tepkilir. Sələf deyir ki, وَلَا تَحْكِرَنَّ السَّغَيْرَ إِنَّ الْجَبَلَ مِنَ الْحَسَنِ. Kiçik günahları alçaq gözlə baxma, məzəmmət etmə ki, kiçik günahda nə olar, eləyim də. Yadında saxla ki, dağ balaca xırda daşlardan əmələ gəlib. O böyük günah küfrə də gətirib çıxara bilər səni, o balaca günahlar. O günahları etdikcə üst-üstə yığılar, Allah görər ki, artıq sən onun qadağalarına belə baxırsan, eybi yox, heç nə olmaz. Və gəlib küfrə çatdıqdan sonra səni yenidən bu yola heç kəs döndərə bilməyəcək. Bu avara dostların gəlib səni bu yola, düz yola döndərən deyil. Buna əmin ola bilərsiniz. Sonraki böyük günahlardan zalimlara söykənmək, zalimlara təvəkkül eləmək, zalimlardan arxayın olmaq yox, sənə kömək olacaq. Ona arxayın olmaq olmaz. Zalimlara istinad etmək, onların köməyinə təvəkkül etmək olmaz. Bu da cəhənnəm əzabına insanı düçar edir və bir də sonuncu, bununla da bu mövzunu bitirək, şəkil çəkənlərdir. Şəkil çəkənlərə də əzab olacaq. Allah Taala deyəcək ki, çəkmirsən bu şəkili. Çalışmırsan ki, özünü mənə oxşadasın. İndi canlandır onu, görün, necə canlandırırsan. Canlandıra bilərsən. Oxşadırsan, axıra qədər oxşadır özünü. Canlandıra bilmirsən sən. O etdiyin əmələ görə cəzanı çəkəcəksən. Və cəhənnəmdə cəzasını çəkəcək. Başqa rəvayətdə deyir ki, özünü mənə oxşadan şəxsdən daha zalim kim ola bilər? Yəni, şəkil çəkməklə. Başqa rəvayətdə də deyir ki, hər bir şəkil çəkən cəhənnəmə düşəcək. Və cəhənnəmdə əzab çəkəcək. Bunlar, dediklərim cəhənnəm barəsində bir nəsiyyət idi. Və heç kəsi məcbur etmir ki, bu dediklərimizi əməl etsin. Bu yalnız bir nəsiyyət, bir xatırlamaq idi. Yoxsa siz əvvəlcədən neçə ildə İslamda olaraq bilmirsiniz ki, təkəbbürlü olmaq olmaz, sigaret çəkmək olmaz, avaralarla oturub durmaq olmaz. Yəni, bunları bilmirdiniz ki, yoxsa bugün bildiniz. Bəs bilirdinizsə, niyə buna əməl etmirdiniz? Və yaxud əməl edənlər daha da əməlində sabit olsunlar deyə onların yadına saldım. Mən əminəm ki, bu dediklərimi sizin aranızda heç kəs etmir.
Və Allahdan da arzum budur ki, ona tərəf, o əməllərə tərəf heç birinizi meyil etdirməsin, ona tərəf yönətməsin, sizi o günahlardan Allah qorusun, xüsusən də cəhənnəm əzabından bizi Allah qorusun. Bu günlərdə Allahdan bağışlanma diləyin, bu balaca duanı, lakin əzəmətli savaba nail edən, sizi əzəmətli savaba nail edən o balaca duanı bu günlərdə edin. Allahümmə innəkə afuvun kərimun tuhibbul afva fa'fu an. Bu duanı edin. Bu duanı kitablardan tapıb əzbərləyə bilərsiniz. Subhanək Allahümə və bihamdəkə şəbən ələ illə əl əstəğfiruka və atubu ileyk.